Dezodorant sinə xərçəngi riskini artırır. Bu məlumat yanlışdır. Ağır metalla zəngin olan antiperspirantlar uzun müddətli istifadədə bəlkə də hardasa risk yarada bilər, amma ümumilikdə bunun istifadəsi xərçəng riskini artırmır. Lazer dəri xərçəngi yaradır. Ümumiyyətlə, lazerin xərçəng yaranması ilə bağlı heç bir risk qrupunda araşdırılmış bir elmi məlumat yoxdur əlimizdə. Ona görə də bu məlumat da yanlışdır. Nə qədər çox yemək yesəm, xərçəng o qədər inkişaf edir. Yediyimiz hər şeyi xərçəng yemir. Ona görə də biz normal, sağlam qidalanmağımıza davam etməliyik. Xərçəng keçici bir xəstəlikdir. Bu tamamilə yanlış bir məlumatdır. Bəzən bunu ailəli cütlüklər arasında da sorğu görürük ki, yoldaşım xərçəngdir, o mənə yoluxarmı? Yox, xərçəng yoluxucu bir xəstəlik deyil. Əməliyyat xərçəngin yayılmasına şərait yaradır. Bu xərçəng haqqında bilinən ən böyük yanlışlardan və miflərdən biridir. Çünki doğru icra edilmiş cərrahi əməliyyat xərçəngdən bizi tamamilə qurtara bilər və yaxud da ki, xərçəngdən biopsiya alınması da bir cərrahi prosedurdur. Bu da doğru diaqnostika üçün vacibdir. Burada önəmli olan əsas amil bu proseduru hansı səviyyədə, nə qədər peşəkar və doğru icra edilməlidir. Ümumilikdə isə xərçəng hər hansı bir cərrahi müdaxilə ilə yayılmaz.